Uşaqlar, o işim normal öyle. Qarabağda gördünüz də. Nəçələ danışır. Belə Marcel nətər sıxdı mən. Ay çayxanadasan sən, yığışdır da onu qardaşımsan belə. 88 ondan hansı sən can? Sirop Təsbih də Təsbih yoxdur, maşındadır. Başa düşdüm indi çayxana söhbətləri aparaq belə də yox. Skorusun başını keçmişəm təsbih. Yaxşı, Ya getdi. Gözəl. Şo. Hər bir İslamlıq dostlar bilirik ki, işləriniz qaydasındadır. Siz Var Arxası YouTube kanalındasınız və burada biz ümumiyyətlə belə futbolu müzakirə edirik, amma ən əsası Çempionlar Liqasını. Bu gördüyünüz kimi Fərman artıq hər kəsdən üzr istəməyə hazırdır. Qarabağ formasında. Xahiş edirəm. Frankfurt necə idi? Başım Elvinə bugün batan olmayacaq. Elvinə bugün batan olmayacaq. Bugün var da. Bugün odur da özüdür. Bugün odur da. Qarabağ 3-2. Juventus 2-0 və Inter 3-1. Hoppa. Və mən bugün izah etməyə çalışacağam ki, Eintrachtdan biraz bəxti gətirməlidir. Yox, sən üzr istəyəcəksən. Üzr mən istəyirəm, brat. Girişmə mənim söhbətlərimə. Nəyə? Interə görə? Ayso. Yaxşı, gəlin elə xronoloji ardıcıllıqla bizim keçən buraxılışda verdiyimiz ehtimalları müzakirə edək. İlk öncə adət ənənəyə sadiq olaraq başlayaq Qalatasarayın maçından. Galatasaray Atletico Madrid. Niyə də Madrid də belə deyək? 5-1 uduzan Qalatasarayda. Bəli. Eintrachtda da özünə. İntikam vaxtı. Yox, bu top klub olmayan Atletico-nun oyunu müzakirə edəcək. Atletico Madridin o səfər fobiyasından keçən dəfə danışırdım. İndi də var idi və ikinci hissədə Atletico Madrid nəsə yaratmaq istədi. Griezmannın cərimə zərbəsi ilə və belə deyək, öz aləmindəki pressinglə və hücum futbolu ilə. Amma ki yenə də alınmadı. Da Qalatasarayın da bir dənə taktikası var ki, Davinson Sanchezlə bardaqçı Zaşinqal nə idi yadımdan çıxdı. Stəkan. Hə də o kimi ondan. Stəkan. Atır qabağa, Osimhen topu qəbul edib Krayatımla versin. Ancaq Osimhen nəsə eləyəcək. Amma ki Qalatasarayın o Gabriel Sara 93-cü dəqiqədə bir dənə ötürmə aşağı eləsəydi, söhbət bağlanmışdı. Orada Bəhlul olmalı idi. Bütün buraxılışı Elvin bizim önümüzə daxil olacaq ki, yaxşı. Bəs razı Fenerbahçe indi hal-hazırda futbol cəhətdən daha yaxşıdır. 100%. Oyun cəhətdən Tedesco'dan gözləmədiyim bir andır. Galatasarayda degradasiya gedir. Onlar get-gedə daha pis oynamağa başlayırlar. Fenerbahçe pulacaq. Okey. Amma ki Atletico Madrid də heç də. Atletico Madrid sadəcə top klub deyil. Bunu qəbul etməlisiniz. Yəni mən bir nəyə başa düşmürəm. Siz nəyə belə şoka düşürsünüz? Mən düşmədim şoka. Liverpool deyil, Real deyil, nə bilim Barcelona deyil. Baba Atletico Madriddir də. Sənin xoşladığın taktika var Atletico Madriddə. Simeone özü bezib. Atletico azarkeşləri varsa Azərbaycanda bir var 18 nəfər. Hamısı bezib. Biz bezmişik. Bezmişik bu futboldan ki, bu bacarmır. Hücumçuları alır, satır, alırsa Raspadori ilə aldı yayda. Rasprodaja idi. Raspadori aldı onu, götürdü, dünən satdı onu. Niyə almışdı? O bizdən sezon əvvəli o yayda da belə oturur, hardasa istirahət edir. Mən bu il hücum futbol oynayacağam. 100%. Gəlir başlayır, alınmır mövsüm ortasında. Yox, bütün sat getsin. Mənim müdafiə də ancaq. Yaxşı, bizim ehtimallarımız 1-1. Mən demişdim. Əslində mən də 1-1 deyəcəydim. Sadəcə məcbur şəkildə fərman tutdu deyən oranı 0-0. Yəni hələ bir qayda qoymamışdıq da ki, o deyibsə sən də onu deyə bilər. Doğrudan. Bu keçə bilərsən deməlisən. Yəni. Prosta da hepsi mən borcluq elədim də mən demişəm. 0-2-dir, amma o da 0-2 də gəlib də bura. Lorente vurdu da bu sə. Bu Lorente gol girmişdi oyuna. Doğrudan Lorente orada. Prosta da yəni. Real'ın yetirməsi, Atletico'nun yetirməsi də oyunda. Bunun zəhməsi o divarlara yazır. Növbəti müzakirə Madrid demişkən növbəti oyun Real Monaco 6-1-dan da. Bura TikTok həmişə burada belə fırlanır da qabağımızda. Elə pis də TikTok görürük. Real Monaco, məncə Real heç özü gözləmirdi ki, onlara 6 gol vura biləcək. Sevindirici hal odur ki, Sən siz oyundan qabaqdakı sözlərinizə baxın. Ölü vay, bu necə tramvay altında ölü bir tər ucu 6-1. 3-1 nə deməlidir Levant oyunundan sonra da? Levant Albacete oyunundan sonra. Albacete qardaşımız. Albacete, Levant, nə bilim Atletico Madridin özü ilə orta klubla. Hədis burada günahkar Monacodur. Monaco hücumdan buraxmazdı. Monaco yazığın öz bir 6-7 oyunçusu zədələdi. Son 10 oyunun 7-sini uduzmuşdu.
və belə deyim, PSG-ni də udmuşdu. Hə, bir dənə PSG-ni udmuşdu. Niyə Yuxarı blokla oynayır. PSG-ni udmuşam. Ya PSG udmaq hal-hazırda bir sən şeydir, novost deyil, yəni bomba kimi. Lap yaxşı. Monaco yuxarı blokla, yuxarı blokla. Reala da o bu dəqiqə bilirsən də. Vinicius deyir ki, aycan. Sadəcə Fran Garcia buraxmamağına əvvəl təəccübləndim, sözün açığı ki. Niyə də Fran Garcia? Okey də Monaco-da bura. Sonradan oyun zamanı gördüm ki, hücum vaxtı Tchouaméni üçlü müdafiəçi yaradı, üçüncü müdafiəçi kimi arxaya keçir. Valverde ilə Kamavinga isə ortaya keçərək yarım müdafiə dəstəkləyir. Birinci golda Valverde cərmə meydançasının içindən ötür mən elədi. Mərkəzdən də belə Normal futbolun analitik olmusan ha. Hə, baxıram. Əvvəlki kimi sual verəndə demirsən, Real yolda, Bavariya. Yo, indi düzəlirəm. Yo, indi əməlli başda dəyişən inkişaf edək. Dəyişən inkişaf. Kamavinga isə Marseille ruletkası, Zidanın hərəkəti edərək ikinci gol özü əsl Real güllərin də ötürməsi öz yerində. Vinicius'dan gözləmədiyim oyun, 3 asist, 1 gol. İndi 3-cü asist sayılmadı avtogola görə, amma yenə də. Bəs Real çox tərifləyirik. Monaco-da görəsəcəyək Real fanatları. Yox. Mənə demə mənə. 2 ildir mən Real'ın normal oyunu görmürəm. 2 il. Amma dedim bu genala. Yaxşı. Ehtimal 3-1. Heç olmasa yaxşı ehtimal. Mən 4-2 dedim. Normal hesab demişdim. 2-1 mən tapmışdım da. Elə özün də öyle hesab yazıram da. Mən ikinci tərəfi tapdım 3-1-dim də. Yaxşı, Real sağ olsun mənə padvaliz eləmədi. Məni padvaliz eləyən Marseille oldu sağ olsun. Yəni sən necədir? Okey desən keçən buraxışda dedin ki, stabil komanda deyil. Gedir bunu gücləri udur, zəifləri uduzur. Spasibo brat, gücləri deyəndə mənə göstərdin çox sağ ol. Yo, o tərəfə. O tərəfə. Televizor. Loqotiplə göstərirəm ki, loqotip qəşəng. Amma ya komanda Anjenot'u da 5-2-də ona görə uduzdu. Anjenot Dağıstan səfər. Biz ondan əvvəl danışırdıq deyə. Biz dedik ki, bəlkəm AJ uduzar Liverpool'u da. Bütün ona görə dedim ki, 2 dənə variantda podkastı çəkir. Biri orada gedir, hardakı udur, ona uyğun çəkir. Amma ki doğrudan da Liverpool'dan belə oyun mən gözləmirdim. 3-0'lıq oyun gözləmirdim. Mən gözləyirdim harca çətinlik yaradacaq, amma oyun ərzində bu komanda Marseille öz meydançasında bir dənə Greenwood prosto topu götürdü, vurdu qapıya hardadır. O da idi ki, statistika yazılsın. Bir də Aubameyang nəyəsə görə düz axırıncı dəqiqələrdə epizodu var. Mən biraz əziyyət çəkdim bu oyun zamanı. Niyə görə? Çünki Aubameyang da bizdə niyə vura bilmədi? Çünki axırıncı dəqiqələrdə Bəhlul oldu. Bütün bugün bu ancaq nəsə dişləyə bilərəm onu görsən. Mən onlayını söndürdüm, onlayn baxmadım. Dedim 11 line qoşdum. Tüpür də bunu söylə. Tüpür də sifətinə olar. Açsın və yapışsın. Göt açdım Marseille Liverpool maçını ki, nə var orada cırışma olacaq. Marseille konkret doğru ikinci tərəfdə biz çördüyüm. İkinci tərəfdə biz doğrudan baxmadıq. Başa düşürəm. Okey, hardasa Salah hətta maneçilik törətməyə çalışırdı Liverpoolun oyunçularına ki, gol vurmayın, başınıza dönün. Verin mənə, mən boş qapıya vura bilməyim. Verin mənə, mən təkbətəyi vura bilməyim və s. Amma Sabaslaydı. 2-2 də başda. Bəyənirsə Sabaslaydı. Hər buraxışda deyirəm ki, normal indi bu oyunçudur. Hər şey bir qırağı. 2-2 onun başındakı Rolton nə idi? Özü bilsən nə Rolton oxşu. Üstünə o pripravanda qatırsan. Bir də bir məqam var. Yadınızdadır Sabaslay əvvəl arıq idi. Leipzig vaxtında. İyi. Kökəli. Ehtimallar deyək də. Ehtimal. Güclü Marseille 2-2 zat. 1-1 məndə. Fürsətdən istifadə edib Bikoya salamlarımı göndərirəm. Öpürəm səni. Davay. De, hansı ehtimal 1-1. Qardaşım mən sən düz tapdın. Düz tapdın. Marseille olmadı. Sən birinci Marseille Liverpool. Amma demədik ki, Marseille'in polyası. Hə, sorry. Nəsə mənim üçün uğursuz buraxış oldu. Onsuz mən demişdim də bizim ehtimallarımıza qulaq asın. Hələ qulaq asın və tərsini. Amma Inter Arsenaldan başqa da qardaşlıq. Inter Arsenal. Bir neçə veriliş bundan əvvəl demişdim ki, Inter Kayratdan sonra 0 xal yığacaq. 0. Hələ Borussia ilə səfər. Borussia başın bura. Asayla Inter azarkeşlərdə sənə razı deyildi, bəli yadımda. Onda 3 nəfərdilər, yoxsa neçə nəfər? Yox, Atletico'dan çox olurlar. Çox, 21 nəfər. Yenə də çoxdur. Yenə də çoxdur da. Gabriel Jesus. Bəlkə Portugal dilində söyüş. Neçə aylardan sonra çıxır oyuna 2 gol vurur. Jokeris də gol momenti qaqam oturdu belə bura vuracam. Yox, bura vuracam. Yox, baş üstə atacam. Qardaş oradan çay gətir. Bir dənə çay içdi. Getdi Arteta yanına. Bura necə vurur? Məsləhətini aldı. Qayıtdı dala bir stəkan yox çay içdi, şot istədi. Sonra post terminalda istədi. Burada da Inter olsa sən tut. Yox, sən tut. Sən də məndə oynadılar. Mən çalışam tutum. Vurdu gol nə idi? Kakimto obrazım.
Mən hər buraxışda onsuz da Inter tutmağa çalışıram nə mənada. Çünki həqiqətən Bırax da. İtaliyada ən keyfiyyətli Ya oyun özünü bırak, ya oynayan Inter'i bırakmalı. komandadır. Amma Sən görə udmurlar olar. Sən görə Soboslayn qırmızı. Sonsa hər oyun qol vurur. Qızıl topu ala bilməyəcək. Interdə uda bilmir. Bir də ki Qarabağ udacaqsan azı var. Hər onda problem gedir. Inter məncə Interdə problem yoxdur. Problem səndədir ki, onun tərəfini tutursan, sən də ahun tutub Inter konkretnə də. Onlar heç nə eləyə bilmir də. Sadəcə bax Arteta'nın Kivo çıxır intervyuda elə də deyir də biz Əbdüləzizə görə uduzduq. Zakem də. Sadəcə Arteta'nın o bax Mosquera'nı çıxartmağı Interdən oyunda, Jesus'u çıxartmağı onu göstərir ki, nə dərəcədə Premier Liqa və Serie A Mən arasında sənə razı böyük fərq deyiləm. var. Yo, mən sənə razı İşte birinci yerdədir də. Bu da birinci yerdə, bu da birinci yerdə. Manchester gen Bodo Glimt uduzur. Bəli. Pričumdur dedi. O birisi komanda var. Mən onların arasındakı necə deyim? Mən sənə demirəm Manchester Bodo Glimtdən güclüdür. Mən sənə demək istəyirəm ki, Arsenalın vəziyyətinə bax, ikinci heyətinə bax və Interin vəziyyətinə bax. Arsenal ikinci heyətlə çıxıb Arsenal Inter birinci heyətdə güc valayla düzəldir eləyir. Oradan burada adam Arsenal Interə qarşı Milli çıxıb onkologiya mərkəzindən adam zat tapır ki, mən də onu deyirəm. Mən də onu. Bu seriyanın lideridir yəni. Bu seriyanın lideridir. Lideridir. Okey, Arsenal hal-hazırda ən güclü klubdur. Yaxşı, bəs niyə Bavariya görə? Yox, bəs niyə onda razı olmursan ki, bəs Inter Amma Premier Liqa ilk ən günündədir. keyfiyyətli oyun nümayiş etdirir. Necə? Bax belə sastavda ən keyfiyyətli oyun nümayiş etdirir Yox, İtaliyada. nə deyə keyfiyyət, nə deyirsən sən? Niyə birinci yerdədir İtaliyada? Udinese oyuna baxmısan Interə? Yox. 80-cı dəqiqədə İtaliyada oyunu niyə baxım da yəni? 80-cı dəqiqədə Inter lider çort vazmi. Lider götürüb vaxt uzadır orada. Nə bilim bir tane Udinese gedib hücuma. Brat, yoxdur, İtaliyada demirəm güclüdür, amma ki Premier Liqada ondan güclü deyil halınızda. Sadəcə olaraq Arsenal Lüboy komandanı ver, la belə Qarabağ gəlsin qabağına Arsenal. Səfərdə razı deyirəm. Yenə də Kakita Bokum gəlini Qarabağa saldı orada. Gəlsə rahat bir dənə misal verim. Bavariya da birinci yerdədir Almaniyada. Amma Arsenal gəlib Bavariya səfərdə Jesus'la hücumda gəlib 3-1 uda bilməz məncə. O vəziyyəti onu demərsən də oyundan qabağa. Ya ki, utdu da amma. Yox, səfərdə. Jesus yox idi orada. Ay brat, demək istəyirəm ki, ikinci sən lap Sanmamesdə oynasınlar sənin xətrinə. Amma yenə də uduzaydı. Atalanta söhbətini unutmayın da, zəhmət olmasa. Atalanta 8 idi. Arsenal Inter o vəziyyətdə ki, Çalxanoğlu zədələnir. Çalxanoğlu zədələnir. Söyüş gəlir. Fərmanı buraxırlar meydana. Fərman yox, deyirlər İtaliyada bir dənə kimisə tuturlar ki, qardaş gəl bu gün onun nömrə sənsən, xahiş edirəm, gir oyna. Bir də türk dilində zat danışır ki, sözdə. Acerbi oynayır 37 yaşında. Nə qədər böyütmə yaşıdır onda. Nə danışırsan? Komanda krizisdə də maliyyə cəhətdən zəif olsa da. Çünki Interin tərəfini tutur. Yadıma salmaq istəyirəm. Yaxşı, ehtimallarınız nə idi? 0-1 demişdim mən. 1-3. Qulaq asın. Gedin kupçanıza da atın. Normal Targovda zat deyil. Evsiz qalın. Evsiz qalın. Sən də ki, mən bundan soruşmuram. Ya bu Inter qələbə demişdi. Öyle elə. 1-0 Interin qələbəsi. Nə vaxt ki sən deyəcəksən Inter uduzacaq, həmin Inter yenə də uduzacaq. Ehtimalda niyə deyim ya bunu? Yaxşı. Niyə də yox? Axırıncı əsas oyunumuz. Əsas. Elvin buyur. Danışın. Frankfurt belə deyir. Mən üzr istəyirəm. Bu gün saçlıyam. Bəli. Sən üzr istəyirsən? Mən üzr istəyirəm. Qardaş, mən hardan bilə biləydim ki, Frankfurt götürüb bu bir həftə ərzində məşqçisi qovacaq. Hardan bilə biləydim? Ki ona görə uduzdular. Qolmasıydı. Xeyri yox. Özümü tutub deyirəm, Fərmanı Əbdülə harda tutdunuz üzünə tüpürün. Problem yoxdur. Nərman da hələ, Nərman. Yox, Qurban da mən xahiş elədim ki, o dəfə Nərmanı bax sənin üçün Arteta'da Spalletti'dir, sonra ona məsləhət verəsən. Hoppa, ağır söz. Çito. Amma Arbelola demədi, gördün yəni Arbelola. Arbelola bir nəfərin sözü qulaq asır da. Ona görə. O da Mario ilə Perez, təşin 2 nəfəri. Mario ilə Perez'in sözünü qulaq asır. Benfica onda udacaq. Ola bilər. Bəlkə Mourinho dedi, gəl uduz. Ay, gəl ud. Gəl məni ud. Ud məni. Qarabağ halaldır. Mən 2-1-də sözün açıb doğrudan da heyfsləndim və inanmırdım ki. Ondan əvvəl elə deyərdim. Yox, 2-1-də sonra heyfsləndim ki, mən bilmirəm, qayıtmaq ehtimalı gözləmirdim də sözün açığı. Amma Elvinin ötürməsi dəyməz bu. Çox sağ ol. Mənə pas verməmişsən sənə. Camilo Durana vermirsən pas. Camilo Duran hücumçu kimi, axırı ki də sırf hücumçu kimi bir gol vurmalı. Sırf hücumçu kimi Nərmanı oyuna salmadı Qurbanov. Allah razı olsun. Nəticəsi o da Fərman xahiş. O Fərman xahiş. Məncə dünən Bakıda, tək Bakıda bütün Azərbaycanda 3 ballıq bir zəlzələ oldu Bəhlulun qolundan sonra.
Madəm ki mən Eintrachtı o qədər tərifləyirdim oyundan qabaq. Öyle. Tərifləyirdim, heç kimdən üzr istəməyəcəm. Tərifləyirdim, əcəb elirdim. Eintracht həqiqətən mən dediyim kimi oynayırdı bu ana qədər. Baş məşqçisini qovdu və baş məşqçi rolunu icra edən şəxs də Qarabağa mən belə başa düşürəm ki, bir dənə də oyuna baxmayıb. Çünki götürüb standart Azərbaycan Premyer Liqasında, nə bilim, ikinci altıqda oynayan komanda kimi çıxdı meydana ki, mən top saxlayım, daha çox müdafiədə oynayım, Qarabağda elə o lazım idi. Əgər Eintracht həqiqətən buna qədər həm Bundesliqada, həm Çempionlar Liqasında oynadığı o bezbaşlı bir futbol oynasaydı, Qarabağda həqiqətən problem yarada bilərdi. Problem olmayacaq. Qarabağda Bezinə və s. oyunçular hal-hazırda o, nə bilim, tempə çatdırmayacaq. Amma oynamadılar. Yox, sətti keçə podcast- bilmirdilər axı. Ha? Sətti keçə bilmədilər, müdafiə Kim səttini. sətlə keçə bilmirdi? Frankfurt, Bavariya. Qarabağ keçə bilirdi. Qarabağ keçdi də. Hara keçirdi? 3 qol elə belə vurdu da. Üç İki gol. qol. danışırsınız. Siz utanmırsınız. Üz var ya sizdə. Oyundan qabaq Frankfurtu tərifləyirsiniz. Frankfurt udzor. Yox, mən Yerdə danışırsınız. Nə, mən Qarabağ tərəfləyirəm. Mən keçdim bu tərəfə. Конечно же, de. Amma ki, haqqa gəlir, biraz gözünə su ver. Qarabağın Bu tərəfdən bax, bağışla, mən bağışla. sözümü kəsmə də xahiş bağışla, edirəm. bağışla. Durmadan sən. Bax, sizə keçən podkastda dedim ki, siz başqa gözlə baxırsan Frankfurta. Sən Mən Mən öz göz- gözümlə. Sən öz gözünlə var, mən öz gözümlə. Bəli. Amma ki, Qurban Qurbanov dediyim kimi öz qeydlərini aparır. Laziyeka demişdim özdə o sözü tapdım həmin moment. Orada qeydlər fikir verdin 3 qol 3-ü də demək olar ki eynidir. Çünki Qurban Qurbanov o dedin gədən adı nədir? Nemes. Nasıl? Təzə gələn trener. Adını bilmirəm. Mayer də Pamon. Məşqçi deyil o çünki. Rol icra eləyir. O oyunu analiz eləməyib, amma Qurban Qurbanov uca bilir ki, bunların zəif nöqtəsi hardandır və bu oyunda çox gözəl bir taktiki gedişlərlə oynadı. Çox güc vermədi, fikir verdisə, tempi çox özlərində saxlayaraq. Yəni çünki fiziki olaraq bilirik ki, Qarabağ çatdırmır. Və 60-cı, 70-ci dəqiqədən sonra əvəz etmə vaxtı gələndə əvəz etmə eləyirik, lap pis vəziyyətə düşürük və ona görə də gücü saxlayaraq əvəz etmələri maksimum gecə saxladı Qurban Qurbanov. Mən hal-hazırda Eintrachtın müdafiəsinin əvvəllər normal, indi pis olmasından danışmıram və yaxud da Qurban Qurbanov tapdığı lazeykalardan danışmıram. Qurban Qurbanov onsuz da şərait yaradılacaqdı hücumçularını oynamaq üçün. Çünki Eintracht hücum eləyəndə arxasında normalda da normal insanın Eintrachtı arxasında 60 çox torpaq saxlayır. Və orada Kamilo Duran da ora qaçacaqdı, Zubir də ora qaçacaqdı, Cəfər Quliyev də qaçacaqdı, hər kəs qaçacaqdı. Amma onlar əksinə müdafiə oturmaqdan öz hücumdakı potensialını itirmiş oldular. Mən onu demək Amma bir məqama toxunmaq istərdim ki, bu penal verən zaman o hakim də eyni şeyi Qarabağ belə deyək, Frankfurtun qapısına penal təyin edən eyni epizod idi. Yəni yüngül biraz ona verirsənsə penalti, buna da verməlisən də. Mən fikrimcə heç birində yox idi. Amma Elvin demişkən ona veriləndə buna ver. Ondan başqa UEFA hara baxır ki, Almaniya klubu oynayaraq sən İsveçrəli hakim təyin edirsən. İkisi də Nemes dilində danışır. Qonşudurlar. Yox, mən pretenziya kimi bildirmirəm. Elvin gəlir deyir ki, ay qaqa orada penalti deyir, şnələ. Qardaşım, mən kasıb uşağam, mən xaricdə olmamışam. Mən nə bilim, 1 milyardım olsa dədəmin çeşkasını yığdıraram. İsveçrədə həqiqətən Alman dilində danışılır. Alman dilində 2 dillər var, fransız və alman. Amma Azərbaycan Türkiyə kimi yaxın deyirlər. Fransız dilində danışır. Onlar alman dilində daha çox danışırlar. Sən o şeylərdə yazın, İsveçrələr hansı dildə danışır? Oyundan bir gün qabaqcadan danışırdıq Fərmandan ki, yadımızda salmaq istəyir ki, Azərbaycandan heç qol vurub Çempionlar Liqasında. Yəni keçən dəfəki uğurlar Atletico ilə heç eləyəndə yadımıza salmaq və Bəhlul ilk Azərbaycanlı oldu ki, Çempionlar Liqasında özü necə fərqləndi. Necə fərqləndi. Super. Mən də onu ilk dəfə korner vaxtı şəklindən tutdum. Dostlarımızla qardaşım da oradaydı. Qardaşım qayıt dedi ki, Bəhlula bax bir dənə. Korner başladı. Heç də Bəhlul Timur top arxaya da getdilər bir parça. Bəhlul gəldi necə vurdu. O nə emosiya vardı. Sən bir həftə mən qolun sözünü açıq. Oyundan sonra üzr istəyirəm. Oyundan sonra Juventus başladı. Juventus oyuna emosiyam çatmadı da qoluna sevim. Qol vururdular, belə baxırdım. İkinci taymda o şey yatdım. Narahat olma, Juventusun oyunda yatmaq buradan salamlar deyirəm Bəhlula görə. Çox sağ ol qardaşına. Sözün açıb Bəhlul mən qol kim vurdum bir 20 dəqiqə sonra başa düşdüm. Mən bilmirəm kim vurmuşdu. Sevindim qardaşlara baxırdım. Yox, qol vuranda mən baxırdım axırda. Atletico baxırdım. Atletico. Harda Madrid görür. Ray Vallecano. Qarabağ uğurlar. İnşallah səsləri 8-də 1-dən yox 4-də 1-dən gəlsin. Ajaxla eləmədiklərini həqiqətən Eintrachtla elədi. Ehtimallar, yəni 99%. Yəni 78 dənə komanda gələk udsun. Ay sol. 3-cü dünya müharibəsi başlasın. Yecinaroqlar gəlsin, nə bilim, nə baş versin ki, Qarabağ çıxmasın. Fərman analitik olsun. Fərman futboldan başa çıxsın. Necə demədi? Duran. Yox, alınmır da, bura. Niyə demədi?
Duran. Yaxşı. Duran Hə, biz ehtimallarımız nə idi? Hə, qısaca bu arada. Ehtimallar mən deməyəcəm. Mən də deməyəcəm. Bu işdə kəndi desin. Tapdım 3-0. 3 dənəsini vurub. Penalti yox idi, gol deyil, mən saymıram. O birisi də tük vurub özümüzki də o da sayılmır. Onda 3-0. 3-0. Orada 3-2 yazılır. İndi siz hər şeyə də inanmayın da yəni. İnşallah siz də öz ehtimallarınızı yazmayın çünki artıq bu ehtimal deyil biz nəticələrə müzakirə edirik. Ehtimalat gələn sonra yazarsan, gəl bir məqamda var. Bu turda sizə görə ən yaxşı oyunçu ümumiyyətlə çempionat. Yəni UEFA-ya görə Vinicius oldu, amma biz UEFA Priznavat eləmirik. Vinicius simbollə priznavat eləmirik. Ona görə Vinicius nəysə. Sən kimi deyirsən? Suarez. Nerede? Bu istəyirdim. Maya çempionlar arasında oynayır ki. Kim? Mariano. Mən bu podkastı tərk edirəm ki, mənim sonuncu verilişimdə tüpürsünlər mənim üzümə ki, mən bunlardan bu yola çıxdım. Üzvə yox, açıq və. Sporting hücumçusu Suarez çünki PSG birinci hissəni tam Suarez nə idi? Sportingi qapamışdı. Heç nə yarada bilmirdi, qapamışdı. İkinci hissədə isə 2-3 dənə epizoddan yararlanaraq qolu vurdu və komandası 2 qolu vuraraq komandasına nəticəni gətirdi. 8-liyə də hal-hazırda mübarizə aparırlar. Suarez-daki demirəm böyük oyunçusu bir də prosta həmin oyun alındı. Şevaliyə də salamlar. Şevaliyə salamlar. Ondan da artıq salamlar. Amma ki Suarez-a yenə deyək ki, okey, təbriklər. Luis Suarez sənə görə. Mövsümün ilk hissəsində hype yüksək idi. İndi mövsüm ilin əvvəlində baş məşqçilər hər yerdən qol deyilən hype düşdü, amma yenə də bomba kimi oynayan Harry Kane 2 oyun oynadı. 3-cü qolu 2 oyun oynadı. 2 qol vurdu Union Saint-Julias'a. Fərmana hörmət əlaməti olaraq çünki Belçika komandasıdır. Cüblər Pro Liqa zad bilirik. 3-cü qolu vurmadı. Yəni o fərmana hörmət edir, biz də ona hörmət edirik. Harry Kane də nəyə görə yaxşı oynadı? 3-cü mikrofon. Çünki Harry Kane'dir. Bu qədər. Qansız babay, bu Harry Kane'dir. Harry Kane o. Səncə? Easy Elvin Cəfərquliyev qardaşım. Çünki adaşıdır. Çünki gözəl adı var birincisi. Argument. Analitika partladı da bu verilişdə. Bir dənə açar ötürmə, bir dənə qıfılıq, bir dənə asist. Mən deyəcəydim onu. Bir dənə asist, bir dənə açar ötürmə, bir dənə də başım. Zarafatsız ümidlər sönən momentdə o deməli oyunu öz üzərinə götürdü. Düzdür, Bəhlul Krasavçik bir söz deyə bilmərik ki, lazımi yerdə niyəsə orada hücumçu ya zaşitlik oldu və hücumçu rolunu oynadı, amma ki Elvin həmin moment çox böyük rol oynadı qələbədə sırf. Son 2 qolda. Kaş o mənim əlim olaydı. Həqiqətən, yəni elə tərəflərdə ki, axırda bunu deyəcəksən. Elvin yaxşı oyunçu deyil. Onlar başqa oyunçu seçim. Sən nəyə meylənmirsən bu səfər? Sən Atletico Madridin Barcelona'da keçidirsən ki. Qəşəng qarışma bəyəndim səni. Uşaqlar, çox sağ olun ki, bizim bu buraxılışımıza baxdınız. Şərhlərdə öz fikirlərinizi yazın. Sizə görə Çempionlar Liqasının 7-ci turunda ən yaxşı oyunçu kim idi? Bütün sosial şəbəkələrimiz, linklərimiz aşağıdadır. İzləmədə qalın. Çox sağ olun.